Hər vaxtınız xeyir olsun. Kanalımıza xoş gəldiniz. Əgər evinizdə 72%li paltar sabunu varsa, bahalı vasitələr olmadan kranların üzərin, kafelləri tərtəmiz etmək olar. Bunun üçün biraz rəndələnmiş sabunun üzərinə adi qaynar su əlavə edəcəm. Suyu əlavə etdikdən sonra azacıq qarışdırıb gözləyirəm ki, sabun ərisin. Təxminən 10-15 dəqiqə ərzində tam əriyir. Hərdən qarışdırıram. Sabun suyun içərisində əridikdən sonra üzərinə 1 çay qaşığı diş pastası, 2 yemək qaşığı da soda əlavə edib qarışdırıram. İstənilən az keyfiyyətli diş pastasından da istifadə etmək olar. Artıq gördüyünüz kimi təmizləyici vasitə hazırdır. Kirlənmiş, ləkəli, ərpli kranların üzərinə çəkirəm. Hər tərəfinə yaxşıca sürtürəm. Hətta bu üsulla vannaları, ayaq yolun, kafellərin üzərində asanlıqla tərtəmiz təmizləmək olar. Kafellərin də üzərini bu qaydada təmizləyirəm. Təxminən 10-15 dəqiqə saxlayıb sonra təmiz yumaq lazımdır. Kranları tərtəmiz edir, üzərində ləkə qalmır. 10-15 dəqiqə keçdikdən sonra axar su ilə təmiz yuyuram. Gördüyünüz kimi kranların üzəri tərtəmiz oldu. Həqiqətən də çox effektivli üsuldur. Sınamağa dəyər. Videolarımızı izləyərkən bəyənməyi, kanala abunə deyilsinizsə abunə olmağı unutmayın.